Buranı yada salır. Samura aparır. Oy bilmədim. 8 yaşında. Ay, qaracıq var. Xatirələrim çoxdur. Amma mən qısa və konkret bir xatirə haqqında danışmaq istəyirəm ki, ölüncə yadımdan çıxmayan, unudulmaz şəhidimiz Cavadova Alagöz haqqında. Alagözlə mən bir müəssisədə, bağçada işləmişik. Axırıncı günümüz bir yerdə olub. Şəhrizdən su gətirəndə o öz evinə çıxır, mən öz evimə. Ermənilərin atdığı top nəticəsində şəhidlik zirvəsinə ucaldı. Bu günləri çox sevindirici bir gündür. Qürur duyulası bir gündür. Ən gözəl gündür bizim üçün bu günləri. Xalqımız bu günləri bu sevinci yaşayırlar. Hamı bu günləri sevinci içərisindədir. Çoxdan gözlədiyimiz, çoxdan arzuladığımız bir gün bu günləri gəlib çatıb. Biz bu işdə bizi bax bu torpağa bu günləri gətirən şəhidlərimizə Allah rəhmət eləsin. Əhd eləmişsin ki, mən kəndə qaydadım. İndi arz edirəm, şükür bölünsün günəm. Mən nəvəmin toyum, bax bu yerimin, ovamın içində, bax bu ovzara verəcəm, bax burada. İnşallah. Yüksəliklə burada mən iştirak edirəm. Bu mənim üçün ən qürur vericidir. Çünki bunu biz illər boyunca xəyalımızda canlandırırdı ki, ay Allah, kaş necə bir hal olaydı ki, biz o kəndi biz gedib ziyarət edirdik. Bu günləri o həqiqətə çevrilir. Bu qədər zülümlər artıq bizə bəs. Mənim sevincimə qoşulsun hər kəs. Doğma hüzuruma qayıdın. Rayonların içində ən gözəl Füzuli rayonudur. Füzuli rayonun kəndlərinin içində ən gözəli Dilağardadır. El-Nobanın hamısını salamlayıram burada. Dünya yaradan bəşər Oy bilmədim. Yox, mən istəmirəm.